İnsanlar içərisində sözümü ifadə edə bilmirəm. İfadə etmək istəyəndə çox həyəcanlanıram və qorxuram. O an elə bilirəm ki, hər kəs mənə lağ eləyəcək və ya düşünürəm ki, səhv danışacağam və ya danışsam da məni qəbul etməyəcəklər kimi bir çox düşüncələr ağlımdan keçir. Deyirsənsə, bu sosial fobinin əlamətlərindən biridir. Və bu düşüncələr sayəsində həm duyğusal olaraq insanda utanç duyğusu və ya bədəndə bir çox fizioloji reaksiyalar baş verir. Bunlardan əldə əsməcə, titrəmə, sanki yerindən çıxacaqmış kimi ürəyin döyüntüsü və ya bir çox başqa fizioloji proseslər ola bilər. Bunun üçün ilk öncə düşüncələrinin fərqində olmalı. Həmin an, həyəcanlandığın anda sözünü ifadə etmək istəyəndə ağlından nələr keçir? O düşüncələri yazaraq, o düşüncələrin əksini düşündükdə, əksini seçdikdə müəyyən qədər özünə köməklik edə bilərsən. Ancaq bunun üçün təbii ki, professional yardım almaq ehtiyacdır. Çünki bunun üçün keçmiş təcrübələrimiz və ya buna səbəb olan düşüncələrimiz tamamilə neytrallaşdırılmalıdır. Sən də hər yerdə rahat olmaq, sözünü ifadə etmək, özün olmaq, öz performansını göstərmək istəyirsənsə, mütləq dəstək almalısan.